DeFi prinsipi ümumiyyətlə çox effektiv və fəal prinsiplərdən biridir. Yəni düşünürəm ki, bu prinsipi tətbiq edərkən bir çox ölkələr lazımi faydanı götürə bilirlər və həm də sosial ədalət prinsipi əhalinin maraqları baxımından daha çox nəzərə alınmış olur və hər bir halda yəni insandan deyək ki, təbii ki, o qaydalar hamı üçün eynidir, amma bununla bərabər cərimələr, xüsusən deyək ki, sosial təyinatlı, inzibati xarakterli cərimələr müəyyən mənada deyək ki, yüngülləşdirici halları, insanın sosial vəziyyətini, iqtisadi çətinliklərini və cəmiyyətə verdiyi faydanı mütləq bir şəkildə nəzərə almalıdır. Yəni, hamıdan bərabər bir şəkildə cərimə tələb etmək və yaxud bəzən deyək ki, bir sıra hallarda, deyək ki, o situasiyada necə etməli olduğunu bilməyən, başqa çıxış yolu tapmayan və yaxud mürəkkəb bir vəziyyətdə istəmədən qanun qaydaları pozan, yəni inzibati xəta törədən şəxsləri kütləvi şəkildə cərimələmək məncə heç də məqsədə uyğun deyil. Bu haqlı olaraq yəni cəmiyyətdə bir qınaq doğuran, narazılıq doğuran bir məsələdir. Düzdür, kimlərsə buna qarşı çıxa bilər. Yəni deyək ki, kimsə deyə bilər ki, mənim maddi imkanım yüksəksə mən niyə yüksək cərimə verməliyəm? Yəni düşünürəm ki, bu əslində bir belə deyək, həm də bir sosial ədalət prinsipinin diferensial tətbiqi baxımından vacibdir. Yəni sosial hüquqların qorunması, insanların rifah vəziyyətinin nəzərə alınması, belə deyək, məsələn deyək ki, 700 manat cərimə alan şəxs, 700 manat maaş alan şəxsin 1000 manat cərimə ödəməsi absurd bir məsələdir. Yəni bu onun büdcəsinə kəskin bir zərər törədə bilər və yaxud bu insan haqqı yaşamalı, fəaliyyət göstərməli, əgər ailəlisə ailə qayğılarını üzərinə yükləməli və bəllidir ki, biz müavinətlərin ödənilməsi ilə bağlı obyektiv, subyektiv səbəblərin bəzi məhdudiyyətlər var və bu məhdudiyyətləri də biz təbii ki, nəzərə almalı və buna uyğun olaraq hərəkət etməliyik. Yəni, istənilən halda vətəndaşın marağı, mənafeyi, belə deyək, cərimələrdən üstün, cərimələr, yəni bu məsələlərdə vətəndaşın marağından, mənafeyindən üstün tutula bilməz. Yəni, aydın məsələdir ki, ictimai rəyini buna münasibətinə gəldikdə, insanların münasibətinə gəldikdə, yəni düşünürəm ki, əksəriyyət bu məsələdə deyək ki, cərimələrin diferensiallaşmasının tərəfdarıdır. Kimlərsə müəyyən, xüsusən deyək ki, yüksək təbəqənin insanları, varlılar, müəyyən kəsim bu və digər formada etiraz edə bilərlər, amma yəni onlara münasibətdə də, yəni təbii ki, qaydalar, şərtlər elə götürülməlidir ki, hər kəs vəziyyəti başa düşsün, hər kəs də yəni o, belə deyək, çətin anda, mürəkkəb vəziyyətdə o cərimələrin tətbiqi anında hansı güzəştlərin ola biləcəyini və yaxud hansı hallarda deyək ki, bu güzəştlərin edə biləcəyinin müqabilində dövlətin, cəmiyyətin ədalətli qərarlarına daha çox güvənsin. Yəni, hüquq sistemi bu məsələdə effektiv sosial hədəfləri nəzərə almağı və cəmiyyətin maraqları ilə dövlətin deyək ki, təhlükəsizlik qaydalarını uzlaşdırmağı bacarmalıdır. Yəni, qaydalar insanlar üçündür. Yəni, insanlar qaydaları o zaman tabi olurlar ki, və o qaydaları daha həvəslə icra edirlər ki, yəni bunun ədalətli olduğunu və onların mənafeyinə, xeyrinə xidmət etdiyini başa düşürlər və bu bütövlükdə yəni sosial nizamın, sosial sistemin əsasını təşkil edən faktordur. Düşünürəm ki, cəmiyyətdə müəyyən fikir ayrılıqları olsa belə, ümumilikdə bu tipli qərarların qəbul edilməsi, yəni parlamentin bu məsələnin tətbiqində diferensial yanaşması, DeFi prinsipini tətbiq etməsi sosial cəhətdən